İbrahim, necəsən? Yaxşıyam, Allah şükür, siz necəsiniz? Sağ ol, yaxşı olasın. İmtahan necə keçdi? Normal keçdi mənim görə. Qane elədi səni? Hə, oldu. Neçə Azərbaycan dili yazdın? 20. Bəs eləyir. Məncə hə. Oxumayan adam üçün yaxşıdır da, hə? Neçə saat telefon işlədirdin, düzündür? Valla 8-9 olurdu. Gir ayarlara baxın. Baxaq. İndi sən burada söz verəcəksən ki, 2 il müddətində əlimizdə dəlil qalacaq bu. Gir ayarlara. Özdə deyir, yerim bilmirəm hardadır. Elə bilir ki. Mən taparım. Sən ha, bir də buradadır. Aha, baxın. Günü 9 saat. Gündə 9 saat telefon. Yaxşı, bunu neçə saat salacağına söz verirsən? 3-4. 3-4, o da ki, dərs filan. Yaxşı, mən sizə yarım saat, 1 saat icazə verirəm. Bax, YouTube-lu, oyunlu zatlı, 1 saat. Oyun oynamıram, 8 aydır bıraxdım. 1 saat nə istəsən eləyə bilərsən, qalan ancaq dərs. Qalan vaxtı idmana get, digər hərəkətdə elə. İbrahim, bizim dərslərin sənə faydası nə oldu? Faydası nə oldu? Yaxşı hazırlaşdım. Yaxşı danlandın. Bəli, yaxşıdır. Yaxşı motivasiya oldum, elə əsas da axırıncı gün. Nə oldu ki, nə deyildi sən axırıncı gün? Yaxşı demədim. Yaxşı. Deyilən söz deyil. Əla İbrahim, mən sənə uğurlar arzulayıram. Sağ olun. İnşallah 10-11-i səndən ciddi şəkildə işləyib, Allahın izinə səni hansı ixtisasa getmək istəyirsən? Kompüter elmləri. Kompüter elmlərinə inşallah səni yaxşıca yola salacaq. Hər özünə yaxşı bax. Sağ ol.